İnsan mehribanlıq istəyir. İstəyir ona qarşı mehribanlıq göstərilsin. Mehribanlıq gördükdə qəlb aram olur. Müvazinət yaranır və qəlbdə olan istəklər, yaxşı, müsbət istəklər başlayır çiçəklənməyə, üzə çıxmağa. Sağlam qəlb hansı qəlbdir? Sağlam qəlb o qəlbdir ki, hər şeyi lazım olduğu qədər istəyir. Lazım olduğu qədər. Əgər qəlb diri olmasa, sənin bəzi şeylərdən xoşun gələcək, gedəcəksən ona tərəf, qane eləməyəcək səni. Sonra halın xarab olacaq və özünü qınayacaqsan ki, niyə mən bunun dalıca düşdüm, getdim? Bunlar həyati mövzulardır. Bunlar bəşəriyyətə lazımlı olan mövzulardır və bunlar heç yerdə danışılmır. Heç yerdə danışılmır. Heç kəs bu mövzuları müzakirə eləmir. Bunun haqqında heç düşünmür belə. Xarab qəlb insana ləzzət